Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 7-ci sinif riyaziyyat din testi, böyük summativ qiymətləndirmə 2 H variantını izah edəcəm. Gəlin baxaq. Birinci tapşırıqda deyir ki, y bərabərdir 2x plus b xətti funksiyasının qrafiki 0,5 nöqtəsindən keçərsə, kavrusun b hasilini tapın. Bu bizdə xətti funksiyanın qrafikidir və burada x-in qiyməti 0-dır, y-in qiyməti isə 5-dir. Birinci yerdə duran x-in qiyməti, ikinci yerdə duran isə y-dir. Yəni, absis bir də ordinat. Aparıb ifadədə yerinə qoyuram. 5 bərabərdir 2 vurulsun 0 üstə gəlsin b. Buradan b-ni tapırıq. b də bərabərdir. 2-ni 0-a vuranda 0 eləyir. 0-ın da üstünə b gələndə b eləyir və o da bərabər olacaq 5-ə. Məndən isə k vurulsun b-ni istəyir. Y bərabərdir 2x plus b xətti funksiyasında bizdə y bərabərdir kx plus b funksiyası deməkdir. Yəni, x-in qarşısındakı olan bizdə k-nın qiymətidir. K-mızın da qiyməti 2 olacaq. Məndən isə bunların hasilini istəyir. 2 vurulsun 5, cavab eləyəcək 10. 2. Bu funksiyası diaqramla verilmişdir. Deyir, a plus b plus c cəmini tapın. Yəni, gördüyünüz kimi, burada x-in qiyməti 1-dir. Bir dəfə aparıb x-in yerinə 1 qoyuruq, a-nın qiymətini tapırıq. Yəni, burada f1-i hesablayırıq. Onda olacaq 3 vurulsun 1, çıxılsın 2. Cavab eləyəcək 1. Bizdə a-nın qiyməti oldu. Sonra b-ni hesablamaq üçün x-in yerinə 2 qoyuram. Yəni, f2-ni hesablayıram. 3 vurulsun 2, çıxılsın 2. Altdan da 2 çıxırıq, 4 alırıq. Bu da olacaq b-nin qiyməti. Sonra f3 funksiyasını hesablayırıq. Bu səfər x-in yerinə 3 qoyuruq. 3 vurulsun 3, 9. 9-dan da 2 çıxıram, alıram 7. Bu da olacaq c-nin qiyməti. Mənə deyir, a üstə gəlsin, b üstə gəlsin, c-ni tapın. Yəni, a-mız 1-dir, b-miz 4-dür, c-miz də 7-dir. Hamısını toplayırıq. 5, 5-in də üstünə 7 gəlirəm, eləyir 12. 3. Bu funksiyaların qrafikləri deyir üst-üstə düşərsə, k plus b cəmini tapın. Biz bilirik ki, üst-üstə düşməsi, yəni k-larımız da b-lərimizin də eyni olması gərəkdir. Yəni, burada y bərabərdir 3x plus b. Bizdə bərabərdir, y bərabərdir kx plus 2-yə. Yəni, b-nin qiyməti 2-dir, k-nın qiyməti isə 3-dür. K-nın qiymətini 3 götürürük, b-nin qiymətini isə 2 götürürük. K plus b-nin də cəmi deyəndə 3 ilə 2-ni toplayırıq və cavabı 5 alırıq. 4. Bir qrafiki funksiyanın qrafikinə paralel olan və ya onu kəsən bir neçə xəttli funksiya yazın. Paralel o deməkdir ki, burada k-larımız eyni olmalıdır. Yəni, k1-imiz k2-yə bərabər olmalıdır. Amma gördüyünüz kimi b-lərimiz bir-birindən fərqli olmalıdır. Bu paralellik şərtidir. B1 isə B2-yə bərabər olmamalıdır. Bunun üçün uyğun olanı seçirik. Məsələn, k-mız 3x plus 7-dir. Yəni, k-mız 3-dürsə, biz 3 ilə bərabər əlavə olaraq yaza bilərik ki, məsələn, y bərabərdir. Tutaq ki, 3x üstə gəlsin 7 isə üstə gəl 5 yaza bilərik. Paralel olması üçün. Və yaxud yaza bilərik, məsələn, 5 eləyək. 3x üstə gəlsin 4 yaza bilərik. Və yaxud yaza bilərik y bərabərdir 3x çıxılsın 2 tutaq ki. Və yaxud da y bərabərdir 3x və s. Kəsənlərdə isə artıq burada k-larımız eyni olmamalıdır. Yəni, yaza bilərik ki, y bərabərdir 2x çıxılsın 1 və yaxud da y bərabərdir 4x üstə gəlsin 3 və yaxud da y bərabərdir 5x çıxılsın 1 və s. Bu formada yazmaq olar. Gəldik 5-ə. Funksiya ilə bağlı anlayışları yadınıza salın, deyir. Yazıda iştirak edən dəyişənlərimiz x və y idi. X-a biz absis demişdik. Y-ə isə ordinat demişdik. Verilmə üsullarına qrafik formasında, buraya yazırıq qrafik. Sonra analitik, bir də cədvəl üsulu ilə verilirdi. Cədvəl, bir də analitik. Növlərini isə yazırıq ki, xəttli funksiya,
Bir də düz mütənasiblik funksiya. Düz mütənasiblik və xətti funksiya. 6. Boş yerləri deyir tamamlayın. Bu gördüyünüz xətti funksiyadır. Yəni y bərabərdir kx üstə gəlsin b bizdə xətti funksiyanın yazılış formasıdır. Bu da xətti funksiya olacaq. Amma bu düz mütənasiblik funksiyasıdır. Yəni burada məsəl üçün siz eyni zamanda düz mütənasiblik də yaza bilərsiniz. Burada məsələn y bərabər 5x da yaza bilərdiniz. Y bərabərdir 3x da yazmaq olardı. Yəni doğrudur. Sonra bu da xətti funksiyadır. Bu da xətti funksiyadır. Gəldik 7-yə. Deyir, funksiyaları verilərsə, qrafikləri paralel və ya kəsişən funksiya cütlərini tapın. Paralel o deməkdir ki, biz dedik ki, k-larımız eyni olmalıdır, b-lərimiz fərqli olmalıdır. Məsələn, a ilə b-mizdə gördüyünüz kimi x-in qarşısındakı k-larımız eynidir, amma b-lərimiz fərqlidir. C və e-də də eyni qayda ilə k-larımız eynidir. Başqa biz burada paralel funksiya tapaq. Görək hansında k-larımız eynidir. Məsələn, D, bir də F-də. Hər ikisində k-larımız -3-dür. Ona görə əlavə olaraq yaza bilərik ki, D və F. C və Y yazılıb, A və B yazılıb, D və F də eyni zamanda paralel düz xəttlərdir. İsə kəsişənləri yazırıq. A ilə C, məsəl üçün, kəsişir. Sonra burada kəsişən bizdə var. A ilə D-miz, məsəl üçün, kəsişir. Sonra A ilə, məsələn, Y kəsişir. A ilə F kəsişir. Yəni, kəsişənlər çoxdur. Yazırıq ki, A və D, A və Y, A və F və yaxud da B və C, B və D, sonra B ilə Y, B ilə F, sonra burada kəsişən var C və D, C və F, D və Y, Y və F. Bunlar da bizdə kəsişən funksiyalar. Gəldik 8-ə. A parametrin hansı qiymətində tənlər sisteminin yeganə həlli var? Tənlər sisteminin nə zaman yeganə həlli olur? A1-in A2 olan nisbəti bərabər deyil, B1-in B2 olan nisbəti. Şərtimiz budur. İndi x-in qarşısındakı A1-in qiymətidir. Yəni A üstə gəlsin 2 bölünsün. Digər x-in qarşısındakı əmsalımız A2 isə 4-dür. Bu bizdə bərabər deyil. Y-in qarşısındakı əmsalımız 3-dür. Digərində isə A çıxılsın 2-yə. Çarpaz vursaq, A üstə gəlsin 2, vurulsun, A çıxılsın 2, bərabər deyil. 3 vurulsun 4-ə, yəni 12-yə. Bu da müxtəsər vurma düsturudur. Olacaq A-nın kvadratı. Çıxılsın 4, bərabər deyil 12-yə. A kvadrat da bərabər deyil. 12 ilə 4-ü toplayırıq 16-ya. A da bərabər deyil. Müsbət mənfi və 4-ə. Müsbət və mənfi 4 qiymətində bərabər deyil və bu halda yeganə həlli olacaq. Gəldik 9-a. Deməli, A 2x plus 3y bərabərdir 5-dir. B 3x plus 4y bərabərdir 7 verilib. C 4x plus 6y bərabərdir 10. D isə 5x plus 4y 8 xətti tənliklərdən yeganə həlli olan xətti tənliklər sistemi qurmaq olar deyir. Biz bilirik ki, yeganə həlli olması üçün A1-in A2 olan nisbəti bərabər deyil, B1-in B2 olan nisbəti olmalıdır. İndi bu tənliklərdən baxaq görək hansı bu şərti ödəyir. Bu şərti ödəyənləri götürəcəyik. Məsələn, A və B-yə baxırıq. 2-nin 3-ü olan nisbəti bərabər deyil, 3-ün 4-ü olan nisbətinə. Bəli, bu şərti ödədi bu. Ona görə A ilə B-ni qəbul edə bilərik. A və B-ni götürmək olar. Sonra digərinə baxaq. İndi A ilə C-yə baxa bilmərik, çünki onun sadəcə 2-yə vurulmasıdır. 2-ni 2x 2-yə vurub, 2-yə vurub, 4x, 3-ü 2-yə vurub, 6y, 5-i də 2-yə vurub, 10 edib. Yəni, bu ödəməyəcək. Bunu götürmürük. Sonra keçirik, məsələn, A ilə D-yə. 2-nin 5-i olan nisbəti bərabər deyil, 3-ün 4-ü olan nisbəti. Bəli, bu da ödədi. A və D-ni də qəbul edirik.
İki xəttli tənlər sistemi oldu. İndi keçək B ilə. C-ni götürə bilərikmi? B-də 3 bölünsün 4, sonra da 4 bölünsün 6-dır. Biz bunları məsəl üçün ixtisar aparsaq 2-yə, olacaq 3-də 2. Və B ilə C-ni də götürmək olar. Bəli, bərabər deyil. Sonra B ilə D-ni yoxlayaq. B ilə D-ni. Məsələn, 3-ün 5 olan nisbəti bərabər deyil 4-ün 4 olan nisbəti. Bəli, bu da götürülür. Deməli, biz B, D-ni, eyni zamanda B, C-ni də götürdük. Gəldik C ilə D-yə. C ilə D-də məsəl üçün yoxlasaq, burada məsəl üçün 4-ün 5 olan nisbəti, 6-nın 4 olan nisbəti sar aparsaq 2-də 3 eləyəcək, o da 4 bölünsün 5 eləyəcək. Biz də bu şərti yazmışdıq. Ona görə biz bunu götürə bilmərik. Deməli, bizdə burada neçə deyir ki, A və B xətti təyinlər cütü yeganə həll olan xətti təyinlər sistemi əmələ gətirir. Ona görə A ilə B-dən baxanda A, B-ni, A, D-ni, B, D-ni və B, C-ni götürə bilirik. Cavab olacaq 4. Ancaq A və B-lərə baxırıq. Gəldik 10-a. Onda deyir ki, insan bədən temperaturu suyun donma temperaturundan neçə Fahrenheit çoxdur. Biz ümumiyyətlə suyun donma temperaturunun 0 Celsius dərəcə olduğunu bilirik. Yəni su 0 Celsius dərəcədə donur. 100 Celsius dərəcədə isə qaynayır. Biz 0 Celsius dərəcəni Fahrenheit-ə keçsək, bizdə Celsius dərəcədən Fahrenheit-ə keçmək düsturumuz belə idi. Və yaxud da Fahrenheit-dən Celsius-ə keçmək düsturumuz. Deməli, T Fahrenheit bərabərdir. Bizdə 5-də 9, T Celsius dərəcə üstə gəlsin 32. Celsius dərəcəmiz burada 0-dır. 0-ı yerinə qoysam, 5-də 9-u 0-a vursam 0 eləyir. 0-ın da üstünə 32 gəlsəm olur 32 Fahrenheit. Bu bizdə 32 Fahrenheit suyun donma temperaturudur. İnsan bədəninin isə təxminən normal temperaturu 98,6 Fahrenheit-ə bərabərdir. Və biz deyir ki, bədən temperaturumuz suyun donma temperaturundan neçə Fahrenheit çoxdur deyəndə bir-birindən çıxırıq. Yəni 32 Fahrenheit-i çıxırıq. O da eləyəcək bizdə 66,6 Fahrenheit. Cavab olacaq 66,6 Fahrenheit. 11. Avtobus Bakıdan Qubaya 160 km məsafəni 2 saata getdi. Mini avtomobil isə bu məsafəni 1 saat 36 dəqiqəyə gedibdir. Deyir, avtobus və mini avtomobillərin sürətini tapın və müqayisə edin. İlk öncə məsafəmiz verilibdir. S bizdə 160 km-dir. Bunu qeyd edirik. Və bunu deyir ki, avtobusun vaxtı da verilibdir. 2 saata gedibdir. Zamanımız da verilib 2 saat. İndi biz avtobusun sürətini tapmaq istəyiriksə, S-i T-yə bölürük. Yəni 160-ı bölürük 2-yə. O da eləyəcək 80 km bölünmüş saat. Bu bizdə avtobusun sürətidir. İndi keçək mini avtomobilin sürətinə. 1 saat 36 dəqiqəni gəlin ilk öncə çevirək saata. 1 saat bilirik ki, saatda amma 36 dəqiqəmizi çevirmək istəyiriksə, dəqiqədən saata keçmək üçün 60-a bölürük. 36-nı bölürəm 60-a. 36-nı da 60-a böləndə eləyir 0,6 saat. Deməli, onda 1 ilə də 0,6 kəsiri toplayanda olur 1,6 saat. Bunu tapdıq. Məsafəmiz də 160 idi. 160-ı da bölürəm 1,6-ya. Bu da eləyəcək 100 km bölünmüş saat. Deməli, mini avtomobildə 100 km bölünmüş saat getdi. Bu da mini avtomobildir. Sonra sürətləri deyir ki, müqayisə edin. Deməli, 80 kiçikdir 100-dən. Yəni, olacaq V1 kiçikdir V2-dən. Və yaxud da sözlə yazsaq, avtomobilin sürəti kiçikdir mini avtomobilinin sürətindən. Gəldik 12-yə.
Xətti tənliyin həllinin varlığı qaydasına əsasən boş yerləri deyir tamamla. Bax, burada məsəl üçün A-mız 2-dir. Gətirib 2-ni yerinə qoysaq, 2-dən 2 çıxanda 0 eləyir və 0-ı da x-a vuranda 0 eləyir. Deməli, bu bizdə 0-a getdi. Onda olacaq B üstə gəlsin 3 vurulsun y s-yə bərabər olacaq. Qrafikimiz isə x oxuna paralel olur. Nəyə görə? Çünki bizdə bilirik ki, bu x oxudur, bu da y oxudur. X oxuna paralel olması üçün y-in 0 olması, x-in 0 olması, y-in isə olması lazım. Bizə də burada x-a 0 vermişdi ya. X-imizə 0 verdiyimizə görə qrafikimiz olacaq bizdə necə? X oxuna paralel düz xətt. Yazırıq ki, x oxuna paralel düz xətt. İndi B-yə -3 verirəm. B-yə -3 verəndə -3-ün üstünə 3 gəlir 0 edir. Y-imiz yox olur. Onda olacaq A çıxılsın 2 vurulsun x bərabərdir S-yə. Onda bu qrafikimiz isə Y oxunun paralel düz xətt olacaq. Gəldik köklər çoxluğuna. Burada məsəl üçün A-mız 2-dir, B-miz -3-dür, C-miz isə 0-dır. Qiymətləri yerinə qoysaq, 2 qoysaq 0-dır, 3 qoysaq 0-dır. Həqiqətən də C-miz nəyə bərabər olur? 0-a. Deməli, onda burada istənilən ədəddir. On üç. Bir alfa plus betanı tapın. Biz əvvəlcə baxırıq ki, 4 bucaqlıdır. Bütün daxili bucaqların cəmi bizdə 360 olmalıdır. 2 dənəsi 90 dərəcədir. Bu da 90-dır, bu da 90. Yəni ikisinin cəmi 180. Onda digər ikisinin də cəminə 180 dərəcə qalır. Alfa plus 20 dərəcə üstə gəlsin beta plus 70 dərəcə. Bizdə bərabər olmalıdır 180 dərəcə. 70-dən 20-ni toplayanda 90 eləyir. Alfa plus betanı tapanda 180-dən 90 çıxıram, qalır 90 dərəcə. 14. Burada biz sistem tənliyi alırıq. Necə? Birinci yazırıq ki, x plus z plus 40 dərəcə bərabərdir 180 dərəcə. Sonra ikinci tənliyimizi əldə etsək, 60 üstə gəlsin x plus y bərabərdir 180 dərəcəyə. Üçüncünü həll etsək, y plus z plus 80 bərabərdir 180 dərəcəyə. Tərəf-tərəfə toplasaq bütün hamısını, onda olacaq bizdə 2x plus 2y plus 2z bərabərdir 100. 100-ün üstünə 80, 180 bərabərdir 180 üstə gəl 180 üstə gəl 180. 180-lərin biri ixtisar gedir. Qalır onda 2 vurulsun x plus y plus z bərabərdir 180 ilə 180-i toplayanda 360 eləyir. Buradan da x plus y plus z-i tapsam, 362-yə bölürəm, eləyir 180. Bunu tapdım. Məndən nə istəyir? Deyir ki, bunların ayrı-ayrılıqda hər birini tap. Ayrı-ayrılıqda hər birini tapsaq, tərəf-tərəfə çıxa da bilərdik. Məsələn, gəlin buradan, məsələn, x plus z-i tapaq. X plus z-i tapsaq, olacaq 180 çıxılsın y. Gətirək, bax, burada yuxarıda yerinə qoyaq. Olacaq 180 çıxılsın y, üstə gəlsin 40 bərabərdir 180-də. Buradan deməli, tapmaq üçün 180 ilə 40-ı toplayıram. 180-ın üzərinə 40 gələndə eləyir 220. 220 çıxılsın y bərabərdir 180-də. 220-dən də 180 çıxanda y-i tapıram 40. Y-i tapdıq 40. İndi biz, məsələn, y-i tapmışıqsa, gətirib burada yerinə qoyub z-i də tapa bilərik. Yəni, 40 üstə gəlsin, z üstə gəlsin, 80 bərabərdir 180-də. 80-dən 80 çıxırıq 100, 100-dən də 40 çıxırıq 60. Z də tapdıq 60 dərəcə. Z-i tapdıqsa, gətirib burada yerinə qoyub, məsələn, biz x-i də tapmalıyıq, x-i tapa bilərik. Onda x üstə gəlsin, 60 üstə gəlsin, 40 bərabərdir 180-də, x də bərabərdir 80-ə. Bütün bucaqları tapdıq. X-imiz 80-dir, y-imiz 40-dır, z-imiz isə 60-dır. 15. Cədvəl üsulundan istifadə edərək
205 rəqəmlərindən təşkil olmuş bütün iki rəqəmli və 5-ə bölünən ədədləri yazın deyir. Məsələn, birinci rəqəmimiz 0. 0 ilə başlayan olmadığı üçün yazmırıq. İkinci etapda 20. Məsələn, 2 ilə başlayan 20 bölünə bilər bizdə, 5-ə bölünə. Bir də 25 bölünə bilər. Üçüncü hissədə 3 ilə başlayanlara yaza bilərik 30, 35. Sonra 5 ilə başlayanlara yaza bilərik 50, 55, 5-ə bölünən. 6 ilə başlayanlara isə 60 ilə 65 yaza bilərik cədvəldə. Burada da rəqəmimiz yoxdur, təbii ki, 0-dır. Gəldik 16-ya. Oyun zərinin atılması zamanı cüt ədədin və 5-ə bölünən ədədin düşmə ehtimallarının sayını deyir tapın. Ümumiyyətlə, biz bilirik ki, zərin üzərində maksimum 6 xal var. Yəni, zərin üzləri 1, 2, 3, 4, 5, 6 ola bilir. Və cüt ədədlərimiz burada 2, 4, bir də 6-dır. 5-ə bölünən ədədimiz isə yalnız 5-dir. Bu iki qrupun birləşməsini alsaq, 4 dənə eləyir. 2, 4, 5, 6. Yəni, birlikdə tapsaq biz bunu 4 dənə olur. Bunun düşmə ehtimalını da istəyəndə hər ikisini çünki istəyir, cüt ədədin və 5-ə bölünən ədədlərin. Onda ixtisar aparırıq, olur 3-də 2. 17. Bir xətti funksiyaların qrafikinə görə uyğunluğu müəyyən edin. K-mız 0-dan böyükdür, B-miz də 0-dan böyükdür. Biz bilirik ki, Y oxunu harda kəsirsə, bu bizdə, yəni yuxarıda kəsirsə 0-dan, onda B-miz müsbət olur. İndi B-nin müsbət olması o deməkdir ki, Y oxunu yuxarıdan kəsən burada funksiyalarımız 1, 2-dir. Və bir də eyni zamanda iti bucaq da əmələ gətirməlidir. K 0-dan böyükdürsə, iti bucaq əmələ gətirənlər də bunlardır. Ona görə cavab olacaq 1 və 2 birinciyə uyğun gedəcək. Birinciyə uyğundur A variantı. 2. Bu səfər bizdə K 0-dan böyük olsa da, yəni iti bucaq əmələ gətirsə də, B-miz 0-dan kiçik, demək ki, Y oxunu aşağıdan kəsməlidir. Aşağıdan da kəsən bizdə 3-cü qrafikdir və gördüyünüz kimi də iti bucaq əmələ gətirir. Məsələn, 5-i də götürmək olardı, amma 5 iti bucaq əmələ gətirmir, çünki K-mız 0-dan kiçikdir. Ona görə 2-yə də uyğun olacaq cavabımız bizdə buradan Y variantı. 3-ə baxırıq. 3-də artıq hər ikisi mənfidir. Demək, hər ikisi mənfidirsə, həm kör bucaq əmələ gətirməlidir, həm də Y oxunu aşağıdan kəsməlidir. Bu da olacaq 5-ci qrafik. Yəni, bax, 5-dir. Kör bucaq əmələ gətirir, gördüyünüz kimi və eyni zamanda Y oxunu aşağıdan kəsir. Yəni, B-nin qiymətini tapmaq istəyiriksə, uşaqlar Y oxundan yuxarı, bir də aşağı hissələrə baxmaq lazımdır. Və gəldik situasiya tipli tapşırığa. Bir sizə təqdim olunmuş situasiyanı diqqətlə oxuyun və burada verilmiş məlumatlardan istifadə edərək 18-20 saylı tapşırıqları yerinə yetirin. Situasiya Kembikdə olan turistlər A kembingindən B kembinginə yanacaq doldurma məntəqəsinə 2 üsulla. Bir magistral yolla, gördüyünüz kimi 2 üsulla gedə bilirlər. Bir magistral yolla gedə bilirlər. Bir də ki, yol ayrıcından 6 kilometr sağa, şərqə getməklə AB qrunt yolla da hərəkət və ya da AB qrunt yolla da hərəkət edə bilərlər. Yəni, 3 əslində getmək olur. Kembikdə olan 20 maşından 5-i magistral boyunca gedibdir. Yəni, magistral boyunca o demək istəyir ki, AO, bir də OB istiqamətində gedibdir. 4-ü isə torpaq yolla, yəni, bax, bu yolla gedibdir. Doğru hərəkət edəcəkdir. Demənə deyir ki, AB düz xəttinin tənliyini yazın. İki nöqtədən keçən düz xəttin tənliyini yazsaq, Y çıxılsın, Y1 bölünsün, X çıxılsın, X1 bərabərdir, Y2 çıxılsın, Y1 bölünsün, X2 çıxılsın, X1 olacaq. İndi biz burada aparıb ifadələri yerinə qoyaq. Məsələn, burada X oxu üzrə bu istiqamətə gedəndə cavabımız verilmişdir. Və plus da Y oxu üzrə də verilibdir. Biri 8 kilometrdir, biri də 6 kilometrdir və düzbucaqlı üçbucaq da əmələ gətirir. Aparıb ifadələri yerinə qoysam, onda olacaq, deməli,
Y çıxılsın 0 bərabərdir 8 çıxılsın 0 bölünsün 6 çıxılsın 0. X çıxılsın 0. Buradan da tapsaq biz y bərabərdir 6-da 8 x. İxtisar aparsaq eləyir 3-də 4 x. Deməli y bərabərdir 3-də 4 x. Bir də əlavə olaraq şimala yol alıbdı çıxılsın 8. Deməli tənliyimiz bu şəkildə olacaq. Gəldik 19-a. A və B üçbucağının iti bucaqları verilibdir. Alfa, beta 2/3 nisbətində olarsa, deməli biz bilirik ki, buradan bura bizdə 6-dır, buradan bura 8-dir. Bu Pifaqor ədədlərdir. 64, 64 ilə 36 toplayanda 110 edir. Deməli bu bucağımız neçə dərəcədir? 90 dərəcədir. Düzbucaqlı üçbucaqdır. Onda digərlərinin də cəminə 90 dərəcə qalır. 2x ilə də 3x-i toplayırıq. Bunu da bərabər edirik 90-a. 5x bərabər 90-a. Buradan x-i tapmaq üçün 90-ı bölürük 5-ə. Bir dəfə 18. Məndən AB qurut yolu AO magistralı ilə hansı bucaq altında kəsişir onu istəyir. Təbii ki, AB qurut yolu ilə AO magistralı, məsələn, burada 90 dərəcə bucaq altında kəsişir. O birisini də tapmaq istəyəndə 18-i 3-ə vururam, eləyir 54 dərəcə. Digər bucağı da tapmaq istəyəndə 18-i 2-yə vururam, eləyir 36 dərəcə. Məndən sırf bu AB qurut yolu ilə AO magistral bucağı, yəni alfa ilə alfa, beta bax bu bucaqlar istəyir. Mən də beta bucağını tapdım 54 dərəcə, alfa bucağını tapdım 36. Cavabımız da olacaq 54 dərəcə. 20. Təsadüfi seçilmiş bir turistin Kembikdən maşınla yanacaq doldurma məntəqəsinə çatma hadisəsinin ehtimalını istəyir. Biz demişdik ki, 4-lü torpaq yolla yanacaq doldurma məntəqəsinə doğru gedir və Kembikdə olanda 20 maşınımız var. Ona görə ehtimalını tapsaq 20-də 4 eləyəcək, o da eləyəcək 5-də 1. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.